necə deyərlər, nətər deyərlər mövzumuza. Deməli, deyirlər ki, ailə təbiətin şedevr, şah əsərlərindən biridir. Və bu əsərin də iki qəhrəmanı olur, qadın və kişi. Bu da görürsünüz ki, ya kişi ya qadın ailədə çalışır hegemonluq etsin. Belə hadisələr çox-çox olur. Elə bu kimi hadisələri nəzərə alıb, belə bir mövzu ilə bugün sizin görüşünüzə gəlmişik daha doğrusu. Ailədə hegemon kim olmalıdır? Tamaşaçılarımız da çox gözəl bilir ki, efirimiz canlıdır. Əgər istəyirsinizsə bizim mövzumuzla nə isə söyləmək mövzumuza aid, onda 497 46 25 nömrəsinə zəng edə bilərsiniz. Uzatmadan dəvət edilən birinci qonağımızı Respublikamızın xalq artisti, gözəl aktyorumuz